Herkese salam, kanalıma ve yeni vloguma hoş gəlmişsiniz kızlar. Bugün sizi tamam başka bir yerden salamlayıram. Artık gelmişik bura. Biraz var geldik bura. Biraz evi göstereyim. Daha sonra keçəcəm gətirdiklərimizi yerləşdirməyə. Burada Raul üçün oyuncaq gətirmişdim evdən ki, başı qarışsın. Bura qonaq otağıdır. Televizor falan, kondisioner, qapısızdır, yəni mətbəx ilə qonaq otağının belə arasında qapı yoxdur. Giriş burdandır. Hələ bəzi əşyalarımız çöldədir. O tərəfdə yayqış mətbəxidir. Burada belə bir mətbəxi var. Yaxşı ki, qabyan da var. Araşdırarkən elə ancaq qabyan soruşurdum. Yoldaşıma deyirdim ki, qabyan olan bir ev tap istirahətimiz üçün. Belə bir böyük soyuducusu var. Burada bizim əşyalarımızdır. Hələ ki yerləşdirməmişəm. Qabları falan da çox gözəldir, bəyəndim. Burada maraqlı stakanları var idi. Burada da qabları var. Özümlə qab gətirmişəm, bir dəst. Amma yenə də burada qabın olmağı yaxşı oldu. Yufka qaşığı da buradadır belə. Moykası. Burada oturmaq üçün belə bir yeri var, divan yeri. Burada Arzuda belə bir oyuncaq tapıb ondan oynayır. Hələ ki əşyalarımızı yerləşdirməmişəm. Deməli, burada belə bir dənə yataq otağıdır. Buranın tumbuçkalarını götürdük, qoyduq bura. Çünki burada nəsə belə krant falan var idi. Raul açmasın deyə tumbuçkaları qoyduq bura. Bir də orada da var idi deyə. Hər iki tumbuçkanı istifadə elədik. Özümlə tostoran gətirmişəm, amma yenə də burada da var tostoranlar. Belə bir güzgüsüdür. Burada da mən yeni koftamdan. Burada hamam tualetidir. Belə göstərəm. Təmizdir. Deyəsən ilk müştəri də bizik. Daha öncə özləri qalıblar. Burada 2 dənə belə yataqdır. Uşaq yatağı. Belə bir qardırobu var. Ancaq əl vurma. Və sonuncu yataq otağı da buradadır. Belə bir termodur. Buranın dolabı deyəsən yoxdur. Belə bir yataq otağıdır. Qıraqlarında tumbuçkanla, bu yataq otağında da balaca bir dolab var. Bir dənə də belə sanuzeli var. Makrellər kimi hiss elədim özümü. İndi gəlib yerləşdirəm hamısını. Yerbəyer eləyərəm bütün əşyalarımızı. Burada da kondisionerin olmağı yaxşıdır. Çünki bir dənə kondisioner ancaq zalda var. O da bütün evi soyudur. Belə Arzu paltaları çıxart yavaş-yavaş, dağıtma. İndi mən başlayayım biraz sərgiyə salım ortalığı. Soyuducuya qoyulanları qoyum. Daha sonra yenə çəkiliş eləyərəm sizə. İndi də səhər heç nə yeməmişəm qızlar. İndi yoldaşım belə grill alıb. Bir də burada nədir? Burada da belə meyvədir. Biz yeməyimizi yeyək. Hələ burada bazarlıq var. Arada başmaqlar. Bravo. Gel. Babacığım da sen iç. Vay milçeler çok diyor. Deməli qızlar, ilk gündür deyə istəyirəm hər bir şeyi yerləşdireyim.
Sonra istirahətimizə başlayaq. Yeməyimizi yedik. İndi bu uşaqların paltarlarını yığım dolaba. Böyük bir dolabdır. Hər şey yerləşər. Raul imkan versə yığacam. Burada ütü fen de var imiş. Ütü. Buxarlı ütü de var imiş. Ajda xanım indi paltar yığıb da güya. Heç nə. Uşaqlara veşilka gətirmədim. Düşündüm ki, elə polkalara yığalım. İndi elə burada yığam hamısını. İndi videonu montaj edərkən diqqət edirəm ki, paltarlar burada çox görsənir, amma inanın, yaxşı ki gətirmişəm. Həm Raul, həm Ajda dəqiqə başı üstlərini su eləyirlər, çıxırlar bayra, girirlər evə. Ən başları nə günə qalır. Burada da yəni qurutma olmadığına görə tez-tez paltarları dəyişirəm, onları yuyuram, suşulkaya asıram ki, havada qurusun. Havada da bəzən buludlu olanda qurumağı da gec olur. Ona görə elə yaxşı ki, çox gətirmişəm paltarlarını, rahat-rahat dəyişib istifadə edirəm. Yəni gözünüzə çox görsənə bilər, amma inanın hər birini istifadə edirəm. Deməli qızlar, Domestos da gətirmişəm ki, indi hamam tualeti falan xlorluyum. Bura şəxsi yataq otağının şəxsi sanuzelidir. Kondisioneri də qoşmuşam burada. İndi öz paltarlarımızı çıxardıb yerləşdirəcəm. Burada dolab da balacadır, bilmirəm necə yerləşəcək. İnşallah yerləşərik. Heç nə. Mən başlayayım da işlərimi. Sən fırçalı qoydun da sumkava? Yox. Xəyalımdır da qızlar, inşallah öz şəxsi spanimdə, şəxsi hamam tuvaletim olanda kremlərimi belə qəşəng yığacam, gecə baxımına belə hamamda eləyəcəm. Həqiqətən xəyalımdır, inşallah gerçəkləşdirməyə də qismət olar. İndi bir dənə üz yuma gelim qaldı, başqa da nə çıxsa gətirib qoyacam. Sonda da göstərirəm sizə. Əl üz dəsmalını da dəyişdim. Hamamı da sürtdüm. Orada duş gelindən şampun qoydum. Digər hamam tualetə də duş gelindən şampun aparıb qoyacam. Belə. Əslində təmiz idi. Sadəcə yəni də unitaz falan təmizləmək istədim. Təmizlədim də. Oldu səliqəli. Raul da yatsıdırmışam. Dedim bir saat heç olmasa yatsın. Çox yuxusu gəlirdi. Səhər tezdən durmuşdu. İndi mən digərlərini də sərgiyə salım. Sonra hamısını birlikdə göstərirəm sizə. Deməli qızlar, burada da bu qavyan çox belə qəribə işdir. Media firmasınındır. Tam belə başım çıxmır. Eko rejimdə qoymuşam. Haradasa 1-2 saata yaxında. Elə hey fırlanır. Bəzi şeylər artıq yerləşdirmişəm. Burada Dyson'dır. Burada robot tozduran Katyadır. Xaladenikdə də bəzi şeyləri yerləşdirdim. Doldurdum xaladenikimizi. Bu tərəfdə Mazilkasıdır. Çox bəyəndim bu xaladenikı. Bilmirəm, daha əvvəlcə dedim sizə, yoxsa yox. Amma həddindən artıq gözəl bir xaladenikdir. Bağlandı. Çox genişdir, rəfləri çoxdur. Həqiqətən ləzzət elədi də, yəni çox belə xoşuma gəldi. Yoldaşıma deyirəm, bəlkə xaladeniki dəyişək. Deməli, burada Ajdanın paltarlarıdır, burada Raulçikin paltarlarıdır. Raul biraz yatdı, durdu. Daha sonra yoldaşımın paltarlarını çıxartmamışım. Burada hamamda bunları yerləşdirdim. Bir dənə Esteladırın üz yuma geli yadımdan çıxıb. Əsas bu hissəni boşaltdım. Sadəcə nəyə görə heyfsləndim? Bu düzənləyiciləri gətirməmişəm. Ona görə biraz pis oldum, gerek gətirərdim. Belə makyajımı da biraz təzələdim. Liner falan çəkdim, çünki səhərdən yığışmaqsa yəni makyajımdan əsə əlamət qalmamışdı. Halbuki sabitləyici də vurmuşdum.
evdən çıxarkən, makiyajımı eləyərkən. Belə qızlar, indi istəyirəm bu kondisioneri söndürüm, çünki Raul burada oynayır. Digər otaqdakı kondisioneri də söndürmüşəm. İndi gedim görüm həyətdə nə edə bilirik. Biraz oturaq, dincələk, istirahətimizi eləyək. O qabyan da ki, dərd apardı, məni el eləyir o. Yaxşı işləmir nəsə. Gedim onu düzəldim. Evdən öz başmağımı da gətirmişdim. Amma burada belə leoparlı bir başmaq gördüm. Keçirtdim ayağıma. Heç baxmadım işlənib, işləməyib, təmizdir ya yox. Nəysə, belə keçirtdim ayağıma. Çox qişməydi. Sanki sırf mənə görə qoyulub ki, leoparlı. Ayda qızlar, çox maraqlı bir şey tapdım. Bu media firmasından mən də almalıyam mütləq şəkildə. Qızlar, telefona tədbiq yüklədim. Nəysə, Wi-Fi falan hər bir şey qoşdum. Telefondan bildiyiniz qabyanı idarə eləyirəm. Mən bunu qoşmuşdum 45 dərəcə. Sən demə, bu da ki 3 saatlıq proqram imiş. Mən deyirəm, ayla bu qabyan niyə qutarmır? Daha sonra, indi qoşdum bunu. 30 dəqiqəlik proqramda istəyirəm içərisini təmizləsin və içərisindəki suyu boşaltsın. Bayaq suyu boşaltmamışdı. Mən də səndimi tez söndürmüşəm, ona görə suyu boşaltmayıb. Nəysə, indi suyu boşaltsın, qabları yığacam içərisinə. Buradan da telefondan elə uşaq kilidini falan hamısını elədim. İndi qoşdum bunu, yuvsun, qutarsın. İçərisi boşdur, sadəcə içərisini yumaq üçün proqram qoşmuşdum. Onu da səhv qoşmuşdum deyə axşama kimi elə bu fırlana qaldı. İndi bu eləsi qutarsın. Həqiqətən tətbiqlə olmağı çox maraqlıdır. Bütün proqramların dəqiqəsi göstərir, neçə dəqiqə qaldığı görsənir. Yəni evdən proqramla işdə olanda, məsələn, proqramı qoşdunuz, artıq evə gələnə kimi qabyanınız hazırdır, tərtəmiz. Ağzı da açılır. Bitəndən sonra çox maraqlıdır. Heyif. Heyif ki, çox razıyam öz qabyanına, yoxsa dəyişərdim. Həqiqətən çox bəyəndim bu funksiyasını. Deməli, qızlar, oturmuşam burada, öz vlogumu izləyirəm, yeni vlog qoymuşam. Əgər izləməmişsə, bundan əvvəlki vlogdur. Keçid edib baxarsınız, gəlin həm də biraz söhbət eləyək. Deməli, burada bu Wi-Fi çox zəifdir, qızlar. Səhərdən mən bu vlogu yükləmişəm, qoymuşam planşeti mətbəxdədir Wi-Fi yeri. Orada qoymuşam, inanırsınız, güc bala ilə axşam saat 9-un yarısında güc bala ilə yükləndi bu vlog. Burada dəhşət zəifdir Wi-Fi, ona görə biraz gec oldu. Elə səhərdən də ağlım onda qalmışdı, heç nə çəkiliş falan eləyə bilmədim. Elə səhərdən də biraz istirahət elədim, hovuzun dadını çıxartdıq. Dünən gəlmişik, amma bugün demək olar ki, ilk günümüz idi, dünən yerləşmə falan. Yorğun olduq da, bu günlərdə biraz qəşəng hava isinmişdi və hovuzda vaxt keçirdi. Daha sonra yemək falan yedi, yəni o qədər də çəkiliş eləyə bilməmişəm. Belə qızlar, saçım başım nə gündədir, saçımı ukladqa eləməmişəm, başımı yuyandan sonra nə haqda danışmaq istirdim. Burada ola bilsin ki, vloglarım biraz geciksin, gecikmə də olsa da çalışacağım dolu-dolu çəkim, amma inanırsınız, hələ ki tam öyrəşə bilməmişəm bura, ona görə bilmirəm hardan çəkim, necə çəkim. İnşallah yerinə oturacaq hamısı, burada da Raul çıxdı, artıq suya öyrəşib, burada ağcı qantarı da əşə çoxdur. Biraz dedim sizinlə söhbət eləyim. Vəziyyəti sizə başa salım ki, Wi-Fi zəifdir. Heç cür vlogu vaxtında çatdırıb yükləyə bilmirəm. Mən çox vaxt gün ortadan qoyuram. 1 saat ərzində evdə olanda yüklənir. Bu arada Katyanı da bayaq qoşmuşdum. Dyson'da 1-2 kruk ilə ortalığı, oturduğumuz yerləri falan süpürdüm. Yəni belə də qızlar, yəni ətraflı burada mən təmizlik falan eləyən deyiləm. Ancaq istirahət, dincəlmək həqiqətən də zövq alıram. Yoldaşım düz darıxır, hal-hazırda da qaynatan bizdədir, elə gəldi. Yoldaşım da getdi işinə.
Dedi biraz gedim işə dəyim, daha sonra gələcəm. O darıxır. Amma mən hələ ki darıxmıram, inanmıram ki darıxım. Çünki həqiqətən gözəl evdir. İnşallah Allah istəyən hər kəsə qismət eləsin. İçi biz qarışıq, mənim də xəyalımdır. Böyük bir mətbəxim olsun, gözəl bir hovuzlu bir evim olsun. Əlbəttə kim istəməz. İnşallah istəyən hər kəsə qismət olsun tezliklə. Belə gətirdiyim və bütün əşyalarda demək olar ki istifadə edirəm. Qaynatan bayaq gələrkən suşulkanı gətirdi. O həyətdə belə bölməli suşulkalar olur. Məndə var idi evdə. Sadəcə götürmədim. Yoldaşım dedi ki orada var. Burada da gəldi, gördük suşulka qırıqdır. Belə qızlar, yəni son xəbərlər budur. Yəqin ki artıq bundan sonra üçün çəkmərəm. İndi yoldaşım birazdan gələcək, qaynlarım da gələcək. Nəysə yeyərik, bir şey sifariş eləyərik yəqin ki. Bugünlük də artıq bu qədər. Növbəti günlərdən də çəkiliş eləyərəm sizlər üçün qızlar. Biraz bəlkə çox danışdım, başınızı ağrıtdım, amma eybi yox. Arada belə söhbət eləmək mənə xoş gəlir şəxsən. Bilmirəm sizə necə maraqlıdır ya yox. Onu da yorumlarda yazın. Hələlik. Və qızlar, artıq burada da vlogumu sonlandırmaq istəyirəm. Çünki səhəri gündən daha gözəl videolar çəkmişəm. Onu bir ayrı bir vlogda hazırlayıb sizlərlə paylaşacağım. Ona görə də bura kimi izlədiyinizə görə təşəkkür edirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.